Bir tələbə gedir Nəcəfə. Neçə ay oxuyandan sonra görür ki, bu çətin bir şeymiş oxumaq. Nəcəfə gedib müctehid olmağa da. Qabaq bu cür idi axı. Millət yığışardı bir şəhərdən, bir kətdən, pul qoyardılar, bir nəfər göndərərdilər, balam, get Nəcəfə oxu, gəl bizi hidayət elə. Gəl balalarımızın kəbinin kəs. Gəl mühərrəm məclislərin keçirdi. O da yazıq gedərdi, oxuyardı, əqidəsi, təqvası, qayıdardı, təbliğ eləyərdi. Biri gəlir Nəcəfə, neçə aydan sonra görür ki, çətindir. Gərək oxuyam, gərək zəhmət çəkəm, bunun mütahiləsi, bunun mübahisəsi var. Neçə il mən gərək oxuyam, müctehid olam. Görür ki, mən nə deyir, halım yoxdur bunu oxumağa. Tənbəldir axı, oxuya bilmir. Birdən yadına düşür ki, Həzrət Əbülfəzl Abbas Babul Həvaicdir. Yəni, hacətlər, istəklər qapısıdır. Deyir, Nəcəfdən Kərbəlaya bir yol yoxdur. Hər cümə axşamı gedərəm Həzrətin hərəminə. Gecədən səhərə qədər Həzrətə təvəssül eləyərəm, ağlayaram, Həzrətdən istəyərəm. Həzrət içində Babul Həvaicdir. Allahdan istəyər, Allah da onu qəbul edir duasını həmişə. Allahın əlində də heç bir şeydir. Mən də olaram müctehid də, verərlər qaydaram da. Nəyə zəhmət çəkimi bu qədər oxuyur? Gəlir. Hər cümə axşamı Nəcəfdən gəlir Kərbəlaya. Səhərə qədər orada ağlayır, Həzrətə təvəssül eləyir və öz-özündə də fikirləşir ki, elə eləyim ki, Həzrətin ürəyi yansın mənə. Deyir, bir gecə, neçə gecə gələndən sonra bir cümə axşamı gecəsi ümumiyyətlə başqa cür olur. Ağlayır, ağlayır, bu cür bunu yuxu aparır. Yuxuda görür Həzrət Əbülfəzl ağa gəlir, xidmətçilərinə deyir ki, o fəlaqqa şallağı gətirin bura, bu cavanı şallaqlayacam. Qədimdə bilirlər, kinolarda var o fəlaqqa bağlayardılar, o dərs oxumayan uşaqları, şallaq vurardılar qışlarına. Gətirin şallağı, bu düşür Həzrət Əbülfəzl ağanın ayaqlarına. Ağa, nə üçün? Nə üçün məni tənbih edirsən? Mən neçə cümə axşamıdır gəlirəm, sənə təvəssül edirəm ki, mənə lütf eləyəsən, Allahdan istəyəsən, mən müctehid olum, qaydım şəhərimə. Sən məni tənbih edirsən. Sən hacətlər qapısısan. Ağa buyurur ki, ay cavan, istəyirsən müctehid olasan, müctehid sözünün mənası ilə çalışmaq deməkdir. Çalışqan. İctihad yəni çalışmaq. İstinbat sözünün mənası bilirsiniz nə deməkdir? Deyir, insan quyu qazır zəhmətlə, yerin dərinliyindən su çıxardır. Müctehid yazıq da illər zəhmət çəkir, Qur'anın, hədisin dərinliyindən fətvanı çıxardırıb verir sənə, deyir ki, get, gör dəstəmazı necə alırsın? Yazılı müctehid. O dəstəmazı neçə şey batil eləyir, məsələn, bu fətvalar ki, risalədə yazılıbdır, onu bizim əlimizə çıxardana qədər yazıq 30 il, 20 il əziyyət çəkir. Yazıq mən deyirəm, amma niyə yazıq, iftixardır? Yəni zəhmət çəkir də. Deyir, sən istəyirsən müctehid olasan, gərək başqa tələbələr kimi gedib Nəcəfdə dərs oxuyasan. Tənbəlliklə gəlib burada ağlayasan, mənə təvəssül eləyəsən ki, ağa ver, mən də müctehid olum, belə bir şey yoxdur. Get, qayıt Nəcəfə. Dərs oxu, zəhmət çək, çalış.